indi ben soruşuram. Arkadaşlar, ay Azerbaycan halkı, ay aziz tamaşaçılar. O parlamentdə indi görünən o rəzaləti bu günləri çünki Əbülfəz Elçibəyin adı çoxları üçün çətirdir. Və onlar öyle ya da böyle bugün hələ də ictimai rəydə belə öndə tutulan və saxlanılan adamlardır. Onlar o ictimai rəydə qala bilsin deyə Əbülfəz Elçibəyin adı çətirdir. Amma bütün bu proseslərin arxasında Elçibəyi yerdən yerə vuran bir proses gedir. Elçibəy deyir ki, Heydər Əliyevi mən gətirdim. Məsuliyyəti də mənimdir. Savabı da, günahı da mənim boynumadır. Adam durur deyir ki, yox. Elçibəy orada mesaj verin, siz qanınmayıbsınız. Və digər məsələlər. Nəyi demək istəyirəm? Sürət Söyünov. Deyirlər çevriliş eli falan, o gün dedim bir də təkrar eləməyim. Sürət Söyünovun indi görünən, bilinən potensiyalı falan ona müsait deyil idi. Amma dönəndən bəri mən proseslərə baxıram. Bu çevriliş məhz xalq cəbhəsi hakimiyyəti üçün, məhz hakimiyyət üçün, tamamı dövlət ərkanı, o hökumət üçün o qədər vacib imiş ki, mütləq bu imitasiya olmalıydı, çevriliş imitasiyası. Və bu cəmiyyətə belə təqdim olunmalıdır. Və bunlar uzun vədə çalışdılar ki, Rəhim Qaziyevi o konuma gətirsinlər. Rəhim Qaziyevə qarşı gedən ruslar ona Travliya deyirlər də, bax, orada, burada arxaca danışmaq, Rəhim Qaziyevin ünvanına harada gəldi, söyüşlə danışmaq falan eləmək. O vaxtı burada Sevindik Məmmədov danışdı. Arif Hacılı gedirlər, Zəncilanda deyirlər ki, bu Rəhim bəyə deyilən ki, orada bir dad versin bizə, bir zabit göndərsin. Orada küçə söyüşünlə Rəhim Qaziyevin arxasına söyür. Deyir ki, Rəhim Qaziyev heç kim söz deyə bilmir, heç Elçibəy də söz deyə bilmir. Adam sağdır, o gün də burada danışdı. Orada tək olmayıb, bir neçə onun şahid olan adamlar var. Yəni, Rəhim Qaziyev bunların əlində partlamağa hazır bombaydı o zaman. Biraz da emosional vəziyyətlərdə bəzən Rəhim Qaziyevin özü də belə bir ifadələr də işlətmişdi. Hakimiyyəti ələ götürmək filan eləmək. Amma bunların gözləntisini Rəhim Qaziyev pozdu. Yəni, necə pozdu? Seva verdi adam. Heç bunlar gözləyirdilər ki, Rəhim Qaziyev oradan çıxıb gedəcək parlamentdən, oturacaq Müdafiə Nazirliyində, bütün ordu bunun arxasında. O zaman Rəhim Qaziyevin cəmiyyətdə nüfuzu böyüdü və növbəti bir çevriliş imitasiyası yaradıb, biraz proseslər uzanması oldu. Amma nə baş verdi? Rəhim Qaziyev bu oyuna getmədi. İndi onun səbəbləri Rəhim Qaziyev özü danışar. O istəyirdim ki, bunu məhz təhrik edirlər ki, çevrilişə geçsin. Çünki bir daha deyirəm, adam Müdafiə Nazirinə Rəhim Qaziyevin yazısı var. O vaxt bu gün burada danışdım. Pənah Hüseyin yazır. Deyir, biz Sürət Hüseynova 2 vəzifəni bir gündə ona görə verdik ki, onu Rəhim Qaziyevə qarşı istifadə edəcək. Və o 2 vəzifəni alandan sonra bir neçə dəfə İsa Qəmbər elə belə söz arası yəni. Rəhim Qaziyev sağdır, İsa Qəmbər də sağdır. Ha. Mən burada nağılda danışmıram, hamı bunun fərqində olsun. Bir neçə dəfə İsa Qəmbər Rəhim Qaziyevə deyir ki, bu Sürət Hüseynov da orada burada deyir ki, Rəhim yaxşı nazir deyil, onu çıxardım, məni qoyun. Və Rəhim Qaziyev də hər dəfə buna deyir ki, deyir, qoyun da. Və sən nətəri deyir, mən dədəmdən qalmayıb var. Gedəcəm, işimin gücümü də alınca. Nəysə, sözüm ona yox. Sürət Hüseynov Rəhim Qaziyevə qarşı istifadə eləmək adınla Sürət Hüseynova o qədər rol verdilər ki, günlərin bir günü Sürət Hüseynov hesab elədi ki, bütün Azərbaycan, bütün ölkə filan. Bunun elə az qala dünya bunun belə mərifətinə, bunun qabiliyyətinə, bunun nə bilim, nəyinə aşıqdır. Və Sürət Hüseynov artıq başladı bunların özü üçün problem olmaq. O zaman nə elədilər bunlar? Rəhim Qaziyev oyundan çıxdı deyə tez qərara gəldilər ki, dedim ya, bunlar üçün çevriliş mütləq vacib idi, rabid olmalıydı belə bir imitasiya. O zaman Sürət Hüseynova tutdular həmin taktiyə. Və Sürətin dediyim kimi o özündən razılığı, biraz da bunların buna verdiyi rollar filan, adamı milli qəhrəman elədilər. Adama, bu, indi Elçibəyin özünün də danışıqları var. Məsələn üçün tutaq ki, onlar arada deyirlər, ay Rəhim, Sürət bir belə pul paylayırdı orduda, hətta rəqəmlər deyirlər. Yaxşı, bu Sürət Hüseynov orduda bir belə pul paylayırdı.
Mənsəyi bəlli olmayan, mənbəyi bəlli olmayan pullar paylayırdı. Bunu da prezident de bilirdi, hökumət də bilirdi. Bəs bunun sualını kim etməlidir? Eyni indiki tərtərdəki situasiya gəlib çıxır orada. Hamı hər şeyi bilir, heç kim də işini eləmir. Sadəcə buna elə bil ki, bunu kompromat kimi yığırlar ki, sonradan bunun üstünə gəlsin. Hətta arada Rəhim Qaziyevi çağırırlar, deyirlər ki, surət çevrilişi hazırlaşır. Hələ nazir olanda. Elə. Demək bunlara bu mütləq lazım idi. Bu çevriliş imitasiyası ki, o hakimiyyət görünür ki, bunlar doğrudan da aldanmış şəvakib kimi, bunlar bir illik hakimiyyət üçün hesablanırlar.